Salam müəllimlər, hər birinizi salamlayıram. Bugün HTML-in digər hissəsi ilə, digər hissəsinin testləri ilə davam edirik. Vaxt itirmədən birinci sualımızla davam edək. Görək birinci sualda nə deyir? Deyir ki, HTML-də hansı atributun köməyi ilə baxılmış istinadın mətnin rəngini vermək olar? Baxın, birinci background nədir? Arxa fon şəklidir. Bu belə, arxa fon şəklidir. A-link nədir? Aktiv istinadın rəngidir. Burada nə deyir? Baxılmış deyir. Text mətnin rəngidir. Bgcolor demək nədir? Arxa fonun rəngidir. Arxa fon rəngidir. V-link nədir bəs? V-linkdə demək baxılmış istinadın rəngidir. Ona görə məndən nəyə soruşurdu? Baxılmış istinadın mətnin rəngini soruşurdu. Demək ona görə birinci sualda cavabımız E variantı olmuş olur. İkinci suala diqqət edirik. Deyir ki, verilmiş demək istinad demək istinadın nəyidir? Nədir? İkinci suala baxırıq. Görək bu nədir? Burada deyir ki, bilirik ki, mən demişəm ki, HTTP protokolu varsa, burada kompüterin qlobal şəbəkəyə keçid eləyir. Düzdürmü? Qlobal şəbəkədə. Burada baxıram ki, lokaldır. Bu deyil. Kompüterin lokal diskində xeyr. Kompüterin lokal diskində deyil. Lokal diskdə deyil. Bu qlobal şəbəkədə yerləşən 7.az web səhifəsinə nə edir? Keçid eləmiş olur. Ona görə ikinci sualımızda cavabımız C variantıdır. Üçüncü suala keçid alırıq. Üçüncü sualda HTML dilində aşağıdakı şəkildə cədvəl yaradılıbdır. İkinci sətri yaratmaq üçün hansı yazılışdan istifadə olunur? İkinci sətri yaratmaq. Birinci sətrim bax budur. Mənim ikinci sətrim budur. Bu da üçüncü sətrimdir. İkinci sətr deyəndə Ayxan Abbasov, riyaziyyat balı 75 bal, Azərbaycan dili balı 83 bal, İngilis dili balı 95 baldan söhbət gedir. Baxaq. Mən bilirəm ki, sətri yaratmaqdan ötürü ikinci sətirdən söhbət gedir. İkinci sətri yaratmaqdan ötürü sətr TR teqi ilə başlayıb TR ilə bitməlidir. TR ilə başladı, TR ilə bitdi, amma məndə ikinci sətrimdə Ayxan Abbasov haqqında məlumat istəyir. İkinci sətrim Ayxan Abbasov haqqında məlumatdır. Burada Gülbahar Əliyevadan danışır, ona görə A variantı ola bilməz. Məsələn, demək, E variantı da ola bilməz. Gülbahar Əliyevadan danışır. Baxıram, D variantında TR ilə başlayıb, TR ilə bitib, düzdür. Amma Ayxan Abbasov 75 bal, 83 bal, 95 bal bunlar xanalarda göstərilməlidir. Xanada TD ilə açılıb, TD ilə bağlanır. TR başa düşdük. Bax, bu hissə TR açdı, TR bağladı. Bu sətri açır, bağlayır. Amma sətrin ortasındakılar xanalardır. Burada TR ilə yox, TD ilə olmalıdır. Ona görə D variantı da ola bilməz. Baxın, C variantında ola bilməz. Niyə ola bilməz? Çünki sətir TD ilə, TR ilə burada, TR ilə açıb, burada TR ilə bağlanmalıdır. Amma xanalar TD ilə açır, TD ilə bağlanır. Orada bir sıxıntı yoxdur. Amma burada baxıram ki, TD ilə, xana TD ilə açılır, bağlanır. Burada nəyə görə, demək TD yazılıb, o ücə alınmaz. Ona görə də C variantı alınmaz. Amma indi B variantına baxaq. B variantında demək TR ilə başlayıb, TR ilə bağlanıb. Ayxan Abbasov bir dənə xanadadır. TD ilə açılıb, bax, TD ilə bağlanıb. Bu bir xana. TD ilə açılıb, burada da TD ilə bağlanıb, 75 bal, bu ikinci xanadır. TD ilə açılıb, TD ilə bağlanıb, baxın, bu da 83 baldır. Bunu deyir. Sonra 95 bal TD ilə açılıb, burada da TD ilə bağlanıb. TR sətrin başlanğıcıdır. Bu başlanğıcı açıb burada da bağlayıb. Ona görə də üçüncü sualda cavabımız B variantıdır. Keçid alırıq dördüncü suala. HTML dilində cədvəldə sətr yaratmaq üçün hansı teqdən istifadə olunur? Sətr yaratmaq üçün TR teqindən nə olur? İstifadə olunur. Ona görə dördüncü sualda cavabımız D variantıdır. Beşinci suala keçid alırıq. Beşinci sualda nə deyir? Demək, burada deyir ki, HTML koda əsasən istinad və istinad göstəricisini müəyyən eləyin. Baxaq, istinad və istinad göstəricisi deyəndə bu A-ların ortasına baxırıq. A-ların ortasında bax, A-nın, demək, A teqinin, demək, bağlanışı olan yer var, bax, bu hissə. Bu istinad göstəricisidir.
Bax, bu istinad göstəricisidir. Burada bu tərəfdə təhsil.jpg var. Burada da təhsil.jpg istinadın özüdür. Bu istinad özüdür. Yəni özüdür. İstinad özüdür bu. Demək, mən blok.jpg-in üzərində vuranda məni aparır nəyə? Aparır təhsil.jpg-ə. Blok.jpg istinad göstəricisidir. Bunun üzərində vuranda istinadımı aparır. İstinadım da təhsil.jpg-dir. Ona görə cavabım D variantıdır. Yəni istinad təhsildir, təhsil.jpg-dir. Amma istinad göstəricim blok.jpg-dir. Ona görə də cavabım nə oldu? D variantı. Demək, 5-ci sualda cavabımız oldu D variantı. 6-cı suala keçid alıram. Deyir ki, HTML haqqında verilənlərdən biri yanlışdır. Yəni, hər biri doğrudur, bir dənəsi yanlışdır. Baxaq görək, hansı yanlışdır. Deyir, çox vaxt, A variantında deyir, çox vaxt HTML sənədinin adı index HTML, default HTML və ya home HTML olur. Bəli, doğrudur. Nəzəriyyədə var. Xahiş edirəm, diqqət eləyin nəzəriyyəsinə. Vermişəm, oxuyun. HTML sənədində müxtəlif teqləri bir sətirdə yazmaq olar. Bəli, niyə də olmasın? HTML sənədin gövdəsində müxtəlif səviyyəli 6 ədəd başlıq teqləri var. Bəli, H1-dən H6-ya qədər. Bu da doğrudur. HTML sənədində üfüqi cizgi xətt çəkmək üçün BR teqi, xeyr, BR teqi növbəti sətirdir. Növbəti sətir. Demək, üfüqi cizgi xətt çəkməkdən ötürü HR-dən istifadə olunur. Ona görə düzgün olmayan D variantıdır. E variantında da deyir ki, HTML-də yaradılan cədvələ TR teqi vasitəsilə sətir əlavə eləmək olar. Bəli, sətiri TR teqi ilə göstərilir. Ona görə də 6-cı sualda cavabımız nədir? D variantı olmuş olur. Keçid alıq 7-ci suala. Bizdən 6-cı sualda düzgün olmayanı soruşurdu. Düzgün olmayan da D variantıdır 6-da. 7-ci suala keçid alırıq. Görək 7-ci sualda nə deyir? Deyir, HTML haqqında yanlış mülahizəni müəyyən edin. Yanlışı soruşur məndən. Bu da nəzəri mövzudur və nəzəri sualdır və bu sual DİM-in demək nəzəriyyəsinə əsaslanmış bir dənə sualdır. Şəkilə səhv istinad olarsa, ekranda alt atributunun daxilində yazılan mətn əks olunur. Bəli, doğrudur. Fonun rəngi bicik olur, atributu vasitəsilə verilir. Bəli, doğrudur. Cədvəlin sərhədləri border atributu ilə çəkilir. Bəli, doğrudur. Web browserin başlıq zolağındakı ad title teqi ilə təyin olunur. Bəli, göstərilir. Bəli, elə göstərilir. Nişanlanmış siyahını formatlaşdırmaq üçün all teqlərindən. Xeyr, nişanlanmış siyahı ul teqi vasitəsilə göstərilir. Ul teqi vasitəsilə. Ulla açılır. Bu bunun açılışıdır. Bağlanış tərzi isə bu cürdür. Bu da bağlanış tərzidir. Yəni bu cür olmalıdır. Ona görə 7-ci sualda cavabımız E variantıdır. Səbəb nə idi E variantı olmağı? Nişanlanmış siyahını ulla göstərirlər. Ol nömrələnmiş siyahıdır. Ona görə 7-ci sualda cavabımız oldu E variantı. 8-ci suala keçid edirik. HTML-də TR teqinin təyinatı nədir? Biz bilirik ki, HTML-də TR teqinin təyinatı cədvəlin sətirlərini yaratmaqdır. Ona görə 8-ci sualda cavabımız demək C variantı olmuş oldu. 9-cu suala baxırıq. Bax, aşağıdakı istinad hara keçid eləyir? Aşağıdakı istinad, HTTP protokolundan görürəm ki, bu aşağıdakı istinad qlobalda işləyir. Qlobal şəbəkədədir. Yəni internetdədir. Başqa kompüterə deyil, internetdəki deyil. Burada deyir, lokal internetdəkidir, bu üzr istəyirəm. İnternetdədir, amma bu deyir, qrafik fayla keçid eləyir. İnternetdə qrafik fayla keçid eləmir. Mən istinad göstəricim xəbərlərdir. Mənim xəbərlərin üzərində vuranda məni aparır nəyə? Web səhifəyə. Baxın, xəbərlərin üzərində, bunun üzərində vuranda məni web səhifəyə aparır. Web səhifəyə, lokal deyil. Qrafik fayla keçid eləmir. Qrafik faylı, burada JPEG-dən görün bir dənə uzantı var, yoxdur. Qrafik faylın uzantısını görürsünüz, burada yox. Xəbərlərin üzərində vuranda məni lokal aparmır, başqa kompüterə aparmır. Məni aparır internetdəki web səhifəyə. Ona görə 9-cu sualda cavabımız oldu E variantı. 10-cu suala keçid eləyirik. Deyir ki, HTML koduna əsasən doğru mülahizəni müəyyən edin. Doğru mülahizəni. Baxaq görək.
Deyir ki, yaranacaq cədvəl 3 sütundan ibarətdir. 3 dənə sütundan. Baxaq görək, neçə dənə sütunum var. Baxın, bu body hissəsinə baxıram. Bax, bu hissədən body hissəsinə baxıram. Body hissəsində demək, baxıram nəyə? 3 dənə sütundan ibarətdir. Bax, ter burada açılır. Ter burada bağlanır. Bax, burada bağlanır. Mən bir dənə sətrim. Sonra ter burada açılır. Burada bağlanır. 2 dənə sətrim. Burada açılır. Sonra. Demək, burada bağlanır. 3 dənə sətrim. Ter burada açılır. Burada da bağlanır. 4 dənə sətrim var. Bax, 4 dənə sətrim var. 1, 2, 3. Bax, bu da 4. 4 dənə sətrim var. 1, 2, 3, 4 dənə sətrim var. Görək neçə dənə sütunum var. Neçə dənə sütunum var. Bax, TH-a baxaq. TH burada açılıb, burada bağlanıb. 1. TH burada açılıb, burada bağlanıb. 2. TH burada açılıb, burada da bağlanıb. 3 dənə də sütunum var. Baxın, 3 dənə sütunumu çəkirəm. Bax, 1. 2. 3 dənə də sütun. 3 dənə də sütunum var. İndi nə deyir mənə? İndi baxaq görək. Deyir, ad var. Birinci TH sütun başlıqlarıdır. Ad, soyad, imtahan nəticələri, imtahan tarixi. Ad, soyad. Sonra gəlir imtahan nəticələri. İmtahan nəticələri. Sonra da gəlir imtahan tarixi. İmtahan tarixi. İndi baxaq. Birinci gəlir. Demək, Yunis, birinci xanada. Yunis İmanov. Bu Yunis İmanov. Yunis İmanov. Sonra bunun balı nə qədərdir? 200, imtahan nəticəsi 245, 5 martda. 245 balı var, 5 martda keçirilir. Bu belə. Sonra gəlir, demək, ikinci sətirdə Anar Babayev. Anar Babayev. Onun balı 275-dir və eyni zamanda tarix nədir? 12 martdır. 12 mart. Sonra gəlir növbəti xanada, demək, nə? Növbəti xanada Sevdə Bayramova gəlir və eyni zamanda 265 balı var və 5 martda keçirilir. 5 martda. İndi buna uyğun mən cavabı seçməliyəm. Birdə nə deyir? Deyir, yaranacaq cədvəldə 3 sütundan ibarətdir. Baxaq gör, neçə sütundur? Bax, 1, 2, bax, bu da 3 dənə sütun var. Birinci sual doğrudur. Sonra deyir ki, cədvəlin ikinci sütununda Yunis İmanov, ikinci sütununda Yunis İmanov haqqında məlumat verilib. Yunis İmanov 245, 5 mart tarixi. İkinci sütun budur. İkinci sütun budur və burada imtahan nəticələri haqqında məlumat verilir. Axı, burada demək, Yunis İmanov haqqında məlumat bir dənə Yunis İmanov 245, 5 mart verilməyib. Ona görə səhvdir. Cədvəlin 3-cü sətrində, bu 1-dir, 2-dir, 3. 3-cü sətrində, demək, Anar Babayev haqqında, demək, Anar Babayev haqqında məlumat verilib. Bəli, doğrudur. Bu doğrudur. Yaranacaq cədvəldə 5 sətirdən ibarətdir. Xeyr, 1, 2, 3, 4 dənə sətirdən ibarətdir. Ona görə 4 səhvdir. Cədvəlin ikinci sütunun başlığında, ikinci sütunun başlığında, ikinci sütun, imtahan nəticələridir bu. İkinci sütunun başlığında imtahan nəticələrinin məlumatı əks olunub. Bəli, doğrudur, imtahan nəticələri. 5 də doğrudur. Cədvəldə deyir 9 xana var. Xeyr, neçə dənə sütun var? Neçə dənə sətir var? 4 dənə sətir var. 3 dənə də sütun var. 3 dənə də sütun var. Cəmi neçə xana var? Demək, 4 dəfə üçün 12 dənə də xana var. Səhvdir, 6. Demək, doğru cavab istəyirdi də məndən. Düzdürmü? Doğru mülahizəni soruşurdu. 1, 3, 5. 1, 3, 5 oldu A variantı. Demək, 10-cu sualda cavabımız oldu A variantı. Növbəti suala keçid alırıq. 11-ci sualdır. 11-ci sualda nə deyir? Demək, HTML-də verilmiş kod hansı əməliyyatı icra eləyir? Baxaq görək hansı əməliyyatı icra eləyir. Baxın, internetdəki web səhifədir. İnternetdə web səhifədir. Demək, keçid eləyir web səhifəyə. A hərflə verilibdir, bəli.
İnternetdədir, bu A-da nə lokaldadır və yaxud da internetdədir, heç A-da verməyib onu. Lokal kompüterdə yox, internetdədir bu, internetdə. Eni uzunluğu burada heç lokalda internetdə verilməyib. D-də də verməyibdir. Amma E variantında internetdə olan qrafik təsvir vasitəsilə, internetdə olan qrafik təsvir vasitəsilə demək, URL linkə keçid eləyir. İnternetdə olana, bəli. Qrafik təsvir vasitəsilə, qrafik təsvir olduğunu hardan verilən? Bax, imece seyirci vasitəsilə, bu imece demək, üzr istəyirəm, tag vasitəsilə, nə bildim, picture JPEG-dir də. Burada JPEG bunu nəyin bildirir? Qrafik fayl olduğunu. Bunun üzərində vuranda gəlir mən nəyə? İnternetə çıxır. İnternetdə olan qrafik təsvirə çıxır. Ona görə də cavab oldu nə? E variantı 11-ci sualda. 12-ci suala diqqət eləyirəm. 12-ci sualda nə deyir? Web səhifəyə istinad yerləşdirmək üçün HTML kod yazılmışdır. İstinad göstəricisini müəyyən eləyin. Baxın, mənim istinad göstəricim şəxsi kabinetdir. Bu istinad göstəricimdir. Aha, bax, şəxsi kabinet istinad göstəricisidir. Mən şəxsi kabinetin üzərində vuranda mənə hara aparır? http://dim.gov.az-a. Məndən nəyə soruşurdu? Zaten məndən istinad göstəricisini soruşurdu. İstinad göstəricim nədir? Şəxsi kabinet. Olur 12-ci sualda cavabım C variantı. Növbəti suala keçid alıram. 13-cü sualda. Deyir ki, hansı bənddə ancaq cədvələ aid nələr verilib? Teqlər verilibdir. Demək, cədvəl nədir? Table teqidir. Ter nədir? Ter bunun sətridir. TD nədir? Bu da bunun xanasıdır. Oldu D variantı. 13-də D variantı. 14-cü suala keçid alırıq. 14-cü sualda deyir ki, HTML kodunda verilmiş keçid hara istinad eləyir? Mən bilirəm ki, internetdədir. Yəni, qlobala çıxış eləyir, istinad eləyir. HTTP protokolundan bunu bilirəm. Ona görə lokallarla olan variantı çıxdaş eləyirəm. Başqa kompüter deyil, lokal deyil. Bir dənə internetdəki web səhifəyə 14 oldu B variantı. Yenə də deyirəm, hardan bilirəm internetdəki web səhifədir? HTTP, burada nə var? Protokolu var. O açar sözlə tutmaq olur ki, internetdəki web səhifəyə çıxış eləyir, keçid eləyir. 15-ci suala keçid alıram. Deyir ki, HTML kodu hansı əməliyyatı yerinə yetirir? Baxın, burada HTTP protokolunu görürəm. Ona görə lokalla bağlı bütün variantları çıxdaş eləyirəm. Məndən nə qalır? A variantı qalır. İnternetdə yerləşən qrafik fayl vasitəsilə web saytə keçid yaradır. 15-ci sualda cavabım oldu A variantı. 16-cı suala keçid edirəm. HTML kod fraqmenti icra edildikdə hansı ölçülü sətir və sütun? Birinci sətiri soruşur. Neçə dənə sətirim var? Baxın, T ilə başlanıb, T ilə bitib. 1, T ilə burada başlandı, burada da bitdi. Bu da 2. 2 dənə sətirim var. Bax, 2 sətir. Yaxşı, neçə dənə sütun var? Birinci sətri soruşu var. Birinci sətri, sonra sütunu yazın. Neçə dənə sütunum var? Baxın, T'də açıldı, bağlandı. 1. T'də açıldı, bağlandı. 2. T'də açıldı, bağlandı. 3. T'də açıldı, bağlandı. 4 dənə. 4 dənə də nəyim var? 4 dənə də sütunum var. 2 dənə sətir, 4 dənə də sütun. Oldu A variantı. 16-cı sualda cavabımız A variantıdır. 17-ci suala keçid eləyirik. Demək, web səhifəyə qrafik fayl əlavə etmək üçün düzgün yazılışı müəyyən eləyin. Qrafik faylı əlavə eləməkdən ötürü image, seyirci teqindən istifadə olunur. 2 teg bir yerdə gəlir. Image herif olmaz. Bu başqa tegdir, bu başqa tegdir. Ona görə B variantı olamaz. Image belə bir teg yoxdur. Image link yoxdur. Image alt verilə bilinməz. Ancaq qrafik faildən söhbət gedirsə, image teginin seyirci atributu bir yerdə verilə bilər. Ona görə 17-ci sualda cavabımız oldu A variantı. Ümid eləyirəm aydındır. 18-ci suala keçid alırıq. 18-ci sualda görək nə deyir. Deyir ki, HTML kod fraqmentinə əsasən web səhifədə əks olunan cədvələ uyğun olaraq neçə sətir, neçə sütundan ibarət. Baxaq görək neçə dənə sətir var. Deyir, burada açılıb, burada bağlanıb. Bir dənə sətir.
Burada T açıldı və burada bağlandı. Bu da ikinci sətr. T burada açıldı, burada da bağlandı. Və bu da üçüncü sətr. Neçə dənə demək sütun var? Bax, T'dir. Bu bir dənə. T'də açıldı, bağlandı. Bax, bu da iki dənə. Demək, üç dənə sətr var. İki dənə də nə var? Sütun var. Sütun var. İndi nə deyir buradan? Neçə sətr? Birinci sətri soruşur, sonra sütunu soruşur. 3, 2. 3, 2 oldu B variantı. Demək, 18-ci sualda cavabımız oldu B variantı. Keçid alırıq 19-cu suala. Nə deyir? Deyir ki, web səhifəyə istinad göstəricisi qrafik fail olan istinad yerləşdirən düzgün HTML kodu hansıdır? Mən nə dedim? Az öncə dedim ki, əgər web səhifəyə mən qrafik fail yerləşdirmək istəyirəmsə, img, crc nə ilə demək, tegindən demək, nə etməliyəm? İstifadə eləməliyəm. Bax, diqqətlə qulaq asın. Baxıram burada, baxıram ki, burada istinad göstəricisi A hərflə başlamalıdır. A hərflə başlamalıdır. Mən baxıram ki, ilk öncə bax, A variantına baxıram. A hərflə, A tegi hərf nəyi ilə, atributu ilə yanaşa verilməlidir. Bax, B variantındakı kimi. Amma burada A stretch verilir. img crc tegi var. img ilə crc atributu, uşaqlar, img nəyi ilə, tegi ilə bərabər gəlir. A ilə gələ bilməz. Ona görə A bəribaşdan heç içinə baxmadan bilirəm ki, səhvdir. Məsələn, C variantına baxın. img nədir? img tegdir. Yaxşı, bununla bir problemim yoxdur. Hərf nəyin içində verilir? Hərf A teginin içində verilən atributdur. A ilə hərf yanaşı gəlir. Baxın, bu img ilə yanaşı gəlir. Ona görə C də ola bilməz. A stretch ola bilər? Yox. A hərflə yanaşı gəlir. CC atributu img ilə bərabər gələ bilər. Ona görə D də ola bilməz. A linklə ola bilməz. E də getdi. Elə düzgün cavab deyə açıqdır da B variantı. 19-da B variantı. Всё. Bax belə. İndi 20-ci suala keçirəm. Deyir ki, görək nə deyir. Amma onu bilirəm qəşəng sualdır. Bir baxaq görək. HTML kod fraqmentinə əsasən web səhifədə əks olunan cədvəlin ikinci sütunu hansı ola bilər? Baxaq görək. Cədvəli qura bilərikmi müəllim? Neyinirsiniz ki, qurub? Baxan kimi bilmək olar. Artıq bunu dərsdə dəfələrlə qurmuşuq. Mən elə bilirəm ki, siz bunu qurmasanız da biləsiniz. Baxın. Bax, diqqət eləyək. Belə gidəyək də. Bax, bu ter burada başladı. Burada bitdi. Bu mənim bir dənə sətrim. Bu burada başladı. Bax, burada da bitdi. Bu da ikinci sətrim. Burada başladı ter. Burada da bitdi. Bu üçüncü sətrim. Ter burada başladı. Bu da bitdi. Bu da mənim dördüncü sətrim. Yox. Dördüncü sətrim. Yox, burada başlayıb, burada bitməyib. Burada başladı. Bax, burada bitdi. Aha. Mənə nə deyir? İkinci sütun. Bax, bu mənim birinci sütunumdur. TH-larım. Şəhər adı olanlar. Məhsul verilənlər ikinci sütundur. Ay üçüncü sütundur. Satışda dördüncü sütundur. Mənə nə deyir? Mənə deyir ki, ikinci sütun. İkinci sütun məhsul olanlardır. Bax, indi bu birinci sətirdir, düzdürmü? Bu mənim ikinci sətrimdir. Bu mənim üçüncü sətrimdir. Bu da mənim dördüncü sətrimdir. Lap yaxşı. İndi birinci sətrimdə məhsul olanlar. Bax, məhsul. İkinci sətrimə baxıram. Bax, bu mənim birinci xanamdır. Birinci xanamdır. Bax, birin altında bu yazılasıdır. İkinin də altında bax, bu yazılasıdır. Sonra bu mənim üçümdür. Bu mənim dördümdür. Sonra bu mənim birinci xanamdır. Bu mənim ikinci xanamdır. Bu mənim üçüncü xanamdır. Bu da mənim dördüncü xanamdır. Bu nədir? Üçüncü sətirdə. Dördüncü sətrə baxıram. Bu mənim birinci xanamdır. Bu mənim ikinci xanamdır. Bu mənim üçüncü xanamdır. Bu da mənim dördüncü xanamdır. Aha. Məhsul olanlar ikinci xanada olanlardır. İkinci sütunda olanlardır. Bax, yazılıb məhsul. Yazılıb məhsul. Sonra məhsulun altına bu ikinciyə baxıram. Bu ikiləri alt-alta düzəsiyəm.
Bu iki, bax bu xananın TH ilə TH-ın ortası bu sütun məhsuldur. Yazdım məhsul. İndi gələm 2-yə. Bu xana düzü. Xananın içində heç nə yazılmayıb. Bax TD-dən TD-yə qədər. Bu TD burada açılır, burada bitir. Bunun içi boşdur. Vəsə. İndi gələm o birisi 2-yə. O birisi xananın içində nar yazılıb. Yazıram nar. Sonra o birisi 2-nin də içində yazılıb xurma. Burada da yazıram xurma. Baxıram belə bir cavab hardadır deyə C variantında. Ona görə 20-ci sualda cavabımız oldu nə? C variantı. İndi keçirəm 21-ci suala. Deyir ki 21-ci sualda nə deyir? Uyğunluğu müəyyən edirik, heç nə. Baxıram, istinad yaradır. İstinadı yaradan nədir? İstinad yaradır. İstinadı yaradan, bax, A hərfdir. A hərf istinad yaradır. Ona görə 2-yə getdiyi A variantı. Burada yazım da. 2-yə getdi A. Sonra səhifəyə şəkil əlavə eləyir. Şəkil əlavə eləyən İMG SRC teqidir. Düzdürmü? 3-ə də getdi B. Sonra ikinci səviyyəli başlıq əlavə eləyir. H2-dir. 1-ə də getdi C. 1-ə də getdi C. Demək bu 4-də yoxdur. Siyahı yaradan bu yoxdur. 1C, 2A, 3-də B. 21-də oldu cavabımız A variantı. İndi keçirəm 22-ci suala. Deyir ki 22-ci sualda görək nə deyir. Deyir ki, HTML kod fraqmentinə əsasən web səhifədə əks olunan cədval haqqında mülahizələrdən hansı doğru deyil? A. Bir dənəsi doğru olmamalıdır. Baxaq görək nədir? Bax, sətir burada başladı, burada bitdi. Bu birinci sətir. Sonra ikinci sətrimdə bax, burada başladı, burada bitdi. Bu da mənim ikinci sətrim. Sonra birinci sətrin birinci elementi budur. İkinci elementi budur. Üçüncü elementi də budur. Sonra bu birisinə baxıram. Bax, gəlin bu birləri, ikiləri burada verək. Bu bizi karıxdırmasın. Və belə eləyək. Bir, ikinci elementi, bu da üçüncü elementi. İkinci sətrin birinci elementi, ikinci elementi, bu da üçüncü elementi. Aha. Cədvəlin birinci sətrinin birinci sütun elementinin şrifti kursivlə yazılıb. Cədvəlin birinci sətri budur. Birinci sətri budur. Birinci sütun elementi. Birinci sütun elementi hansıdır? Məktəbdir. Şrifti deyir, kursivlə yazılıb. Düz deyir, kursivlə yazılıb. Bu doğrudur. Bax, məktəb budur, məktəbdir və kursivlə yazılıb da, italik yazılıb. Bu doğrudur. Cədvəlin ikinci sətrin, bunu deyir. İkinci sətrin üçüncü sütun elementi xətayını deyir. Qalınla yazılıb, bəli, B-lərin ortasında verilib. Bu da doğrudur. Cədvəlin ikinci sətri, yenə 2-yə gedirik. İkinci sətr, cədvəl 2 sətr 3 sütundan ibarətdir. Bəli, 2 sətirdən ibarətdir, 3 də sütundan. Bu da doğrudur. Cədvəlin ikinci sətrinin birinci sütununda 287-ni deyir. Birinci sütununda 287 ədədi yerləşir. Düz deyir. 287 yerləşir. Cədvəlin ikinci sətrində ikinci sütun elementi 11-dir. 11 deyir, qalın şifrlə yazılıb. Xeyr, adi yazılıb. Qalın yazılsaydı ya bu strongun ortasında verilərdi, ya da B-nin ortasında verilərdi. Ona görə də səhv yazılıb. 22-də E variantıdır. İndi gələm 23-cü suala. Görək 23-də nə deyir? Demək, baxaq görək. Aha, baxaq görək indi birinci əvvəl sətrimi, sütunumu müəyyənləşdireyim mən. Ter burada baxıram açılıb, ter burada bağlanıb. Bu bir dənə sətr. Birinci sətr. Ter burada açılıb, burada da bağlanıb. Bu da mənim ikinci sətrim. Aha. İndi nə deyir? Nə deyir? Deyir ki, neçə sütunla ibarətdir? Bax, birinci sütunu. İkinci sütunu, bu da üçüncü sütunu. Bax, bu birinci, ikinci sətrin birinci xanasıdır. Bu bunun ikinci xanasıdır, bu da üçüncü xanasıdır. Bax, belə. Cədvəlin bax, belədir. 2 dənə sətirdən ibarətdir.
Neçə dənə sütundan? 3 dənə də sütundan ibarətdir. 1, 2, bir də 3. Şəhər, ölkə, qitə. Bax, şəhər, ölkə, bu da qitə. Sonra bu belədir. Sonra Bakı qalınla yazılıb. Bax, bunun altında Bakı. Bura Azərbaycan, ölkə. Burada demək qitə olaraq Asiya yazılıb. Bu da belə. İndi görək. Cədvəl deyir 3 sətir 2 sütundan ibarətdir. Yox. 2 sətir 3 sütundan ibarətdir. Burada yerlər dəyişikdir. Bir səhvdir. Cədvəl 3 sətirdən ibarət deyil. Cədvəl 2 sətirdən ibarətdir. Cədvəl 2 sətir 3 sütundan ibarətdir. Bəli, bu doğrudur. Məndən nəyə soruşur? Hansılar doğrudur? Bəli, doğru olanları soruşur. Demək, neçənci sualdır bu? 23-cü sualdır. Doğru olanları soruşur. Demək, indi gəlirik sonra 3-ə. Cədvəlin ikinci sütununun ikinci sətrinin 3-cü sualda. Cədvəlin ikinci sətrinin 3-cü sütununda Asiya sözü əks olunub. Bəli, cədvəlin ikinci sətrinin 3-cü sütununda Asiyadır. Bəli, doğrudur bu da. Sonra cədvəlin ikinci sətrinin birinci sütun elementi qalın şriflə yazılıb. Cədvəlin ikinci sətri budur. Bax, bu hissədir. İkinci sətrinin birinci sütun elementi Bakıdır və B-lərin ortasında verilib qalın yazılıb. Bu da doğrudur. Cədvəlin ayrıcı xətlərinin qalınlığı 1-dir. 1 deyil, borderdir. 3-dür. Ona görə bu səhvdir. Cədvəlin ikinci sətrinin ikinci sütun elementi kursiv şriflə yazılıb. İkinci sətrinin ikinci sütunu Azərbaycandır. İkinci sətri. İkinci sütunu Azərbaycandır. O da kursivlə yazılmayıb. Adi yazılıb. Bu da səhvdir. Məndən doğruları istəyir. Doğruları da işarə eləmişəm. 2-dir, 3-dür, 4-dür. Ona görə də cavabımız oldu D variantı 23-cü sualda. Keçid alırıq. Demək 24-cü suala. 24-cü sualda görək nə deyir? Deyir, veb səhifəyə istinad yerləşdirmək üçün qrafik fail istinad göstəricisi kimi istifadə edən düzgün, demək nə? HTML kodu hansıdır? Baxaq. Demək, qrafik fail yerləşdirməkdən ötürü, qrafik faili veb səhifəyə istinad yerləşdirməkdən ötürü A hərfinə başlamalıdır və A ilə bitməlidir. Burada A-nı açıb, heç A-nı bağlamayıb, ona görə A getdi. Baxaq, A-nı açıb, A ilə bağlayıbdır. Amma burada baxıram ki, imece təqi verilməyib. Ona görə imece seyirci bir yerdə verilməlidir. Ona görə D də getdi. Sonra A seyirci ola bilməz, E də getdi. A hərflə verilməlidir. Baxıram, C-yə baxıram. A hərflə verilibdir, gəlib amma A-nı da heç bağlamayıb. B də getdi, C də getdi. İndi B-yə baxıram. A ilə başlayıb, A ilə bitib, A hərflə verilib. Və imece seyirci təqi də bəli verilib. Nəyə görə? Çünki qrafik fail yerləşdirməlidir. Ona görə 24-də cavabım B variantıdır. Gəlirəm 25-ci suala. Görə 25-ci sualda nə deyir? 25-ci sualda deyir ki, demək, 25-ci sualda deyir ki, demək, HTML koduna əsasən doğru mülahizələri müəyyən edin. Baxa görə doğru mülahizələr hansılardır? Deyir ki, web browserdə qrafik fail istinad göstəricisi kimi əks olunacaq. Web browserdə yox, uşaqlar. Bax, istinad göstəricisi, bax, A-lara baxıram burada. Demək, burada istinad göstəricisi Sumqayıtdır, A deyil. Sumqayıtdır demək, qrafik fail deyil. Web browserdə Sumqayıt sözü istinad göstəricisi kimi əks olunur. Bəli, bu doğrudur. Demək, nişanlanmış siyahıdan istifadə olunub. Baxın, uşaqlar, oldan istifadə olunub. Nişanlanmış deyil. Nişanlanmış olsaydı, uldan istifadə olunardı. Web browserdə şəhəri sözü kursiv, altından xətt və qalın şriflə yazılıb. Demək, şəhəri sözü. Şəhəri sözü budur. Şəhəri sözü M-lərin ortasındadır. Bir də B-lərin ortasındadır. Düzdür, kursiv yazılıb. Kursivdir. Qalın da yazılıb.
Amma altından xəttdən istifadə olunmayıb. Altdan xətt Bakıya aiddir. Bax, burada açılıb, burada bağlanıb. Bakıya aiddir. Şəhər sözünə aid deyil. 4 yox. Web brauzerdə Bakı sözünün altından xətt çəkilib, qalın şriflə əks olunub. Baxaq görək. Bax, demək Bakı. Bakı budur, budur. Qalın yazılıb, B-lərin ortasındadır. Həm də Bakı özü U-ların ortasındadır. Həm qalındır, həm də altından xətt çəkilib. Bəli, həm altından xətt çəkilib, həm də qalındır. 5 də doğrudur. İstinad info.jpg-dir. İstinad. Demək, baxaq görək. Info.jpg-dir demək. Baxaq görək. İstinad hanı? İstinad. İstinad. Demək, mən burada neyniyəsiyəm? Hə, düzdür. Sumqayıt istinad göstəricisidir. Sumqayıtın üzərində vurasıyam, gəlib məni istinada göstərir. İstinadın özü info.jpg-dir, amma Sumqayıt istinad göstəricisidir. Demək, burada istinad özü info.jpg-dir. Amma desəydi web brauzerdə istinad göstəricisi, onda Sumqayıt olardı. Məndən istinaddan info.jpg olduğunu deyir. Bəli, doğrudur. Düzgün nə deyirdi burada? Doğru mülahizələri. 25-də doğru mülahizələr hansı oldu? 2, 5, 6 oldu A variantı. Demək, 25-ci sualda cavabımız nə oldu? A variantı olmuş oldu. 26-cı suala keçid edirik. Nə deyir? Deyir, HTML kod fraqmentinə əsasən web səhifəyə əlavə olunan cədvəlin ölçülərini müəyyən edin. Neçə dənə sətirdir? 1, 2 dənə sətirdir. Neçə dənə sütundur? Baxaq. Demək, T'də burada açıldı, burada bağlandı. 1-i, 2-si, 3-ü. 3 dənə də nə var? Demək, sütun var. 2 sətir, 3 dənə də sütun. 2-nin 3-ə, C variantı 26-da. 27-ci suala keçid eləyək. Aha. Deyir ki, web səhifədə hansı cədvəl əks olunur? Hə, heç nə. Baxırıq, bura, demək, ter. Burada açılır, burada bağlanır. Bir dənə sətir. Burada açıldı, burada bağlandı. 2 dənə sətri var. Neçə dənə sütun var? 1, 2, 3. 3 dənə də sütundur. 2 sətir, 3 dənə də sütun. 2 dənə sətri var, 3 dənə də sütunu var. 2 dənə sətri var, 3 dənə də sütunu var. Olur B variantı. 27-ci sualda cavabımız nə oldu? B variantı. 28-ci suala keçid alırıq. Görə 28-də nə deyir? Deyir ki, web səhifəyə şəkil əlavə etmək üçün düzgün HTML kodunu müəyyən edin. Baxın, imece seyirci olar. İmece təklidir, ona görə təkli tegdir. Ona görə bağlanışı yoxdur. Amma imece hərf olmaz. A hərfinə verilir. Getdi. Image stretch olmaz. Düzgün yazılış. Image alt atributu ilə verilmir. Image link atributu ilə də verilmiş. Ona görə imece seyirci A variantıdır 28-də cavab. 29-cu suala diqqət eləyirik. 29-da görək nə deyir? Deyir ki, HTML kod fraqmentinə əsasən doğru mülahizələri müəyyən eləyin. Baxaq, doğru mülahizələr lazımdır mənə. Demək, görək nə deyir? Cədvəlin ümumilikdə 4 dənə xanadan ibarətdir. Baxaq, görək əvvəl sətri sütunu müəyyənləşdirək. 1, bax, bu da 2 dənə də sətrim var mənim. 2 dənə sətr. Bax, neçə dənə sütundur? 1, 2, 3. 3 dənə də sütunum var. Sonra cədvəldə ümumilikdə 4 dənə xana var. 4 xanadan ibarətdir. Niyə 4 dənə? 2 dəfə 3-ün 6 dənə xanam var. Sətrin sayını sütunun sayına vuranda mənə xananın sayını verir. Bu səhvdir. Məndən doğruları istəyir. Birinci sual səhvdir. Cədvəlin birinci sətrinin, birinci sətr, bax, birinci sətr, bu da ikinci sətr. Birinci sətrinin ikinci sütunundakı mətin yaşı deyir. Mətin 6 cizgili şifrlə verilir. Bəli, U neynir? Altdan xətt çəkir. 2 doğrudur. Sonra, cədvəldə 2 sətr və 2 sütundan ibarətdir. Baxın, 2 sətr var, amma 3 dənə sütundur. Ona görə 3 səhvdir. Cədvəlin ikinci sətrinin birinci sütunundakı mətin qalın şifrlə yazılıb. İkinci sətr birinci sütun. İkinci sətir birinci sütun elementi qalın şifrlə yazılmayıb. Bu italikdir, M.
i-ni əvəz eləyəndir. İtalik yazır. Ona görə demək bu nədir? Qalın yazılmayıb. Səhvdir. Cədvəldə 2 sətr 3-də sütun var. Neçəsini tapdıq? 2 sətr 3-də sütun tapdıq. Bu da doğrudur. Demək nələr doğru oldu? Buradan 5 doğru oldu. Orada nə o doğru oldu? 2. 2, 5. Demək 29-cu sual D variantı. 2 ilə 5 doğruydu. 29-cu sualda cavabımız nə oldu? D variantı. 30-cu suala keçid eləyirik. Deyir, web səhifədə hansı cədvəl əks olunar? Baxaq görək hansı cədvəl əks olunar. Demək, baxıram, neçə dənə sətirdir burada? Demək, TR. Burada açıldı, burada bax, TR. 1, 2, 3 dənə sətir var. Neçə dənə xanadır? 1, 2, 3. 3 dənə də xana var. Bax, burada da ikinci sətirdə də 3 dənə xana var. Açıb bağlanıb. Burada da açıb bağlanıb. Burada da açıb bağlanıb. Üçüncü sətirdə neçə xana var? Bax, T'dir. Açdı, bağlandı. 1, 2, 3. Bax, bu da 4. Hə. Birinci sətirdə 3 dənə xana var. Bax. Neçə? 3 dənə sətir. 1, 2, 3. Birinci sətirdə 3 dənə xana var. 1, 2, bax, bu da 3. Birinci sətirdə 3 dənə xana var. İkincidə də 3 dənə xana var. Üçüncüdə isə demək 1, 2, 3, 4 dənə xana var. Üçüncü sətirdə 4 dənə xana var. Bu 3'ü burada var. Bir dənəsində əlavə çəkirəm. Oldu 4 dənə. Baxaq görək belə bir cavab var. Baxın D variantı. Sonra 31-ci sual. Görək 31-ci sualda nə deyir? HTML kod fraqmentinin nəticəsini müəyyən eləyək. Demək, burada neçə dənə sətirdir? Bir dənə sətirdir. Neçə dənə sütundur? Demək, 1 xana var, 2, 3. 3 dənə də xana var. Demək, burada nədir? Bir dənə sətirdən ibarətdir. 3 dənə də sütundan ibarətdir. De B variantıdır. Ha. 3 sətir deyil, bir dənə sətirdir. T burada başlayıb, burada qutarım. Ona görə A səhvdir. B, məndən doğru cavabı soruşur. O da doğru cavab nədir? Doğru cavab. Doğru cavab oldu B variantı. 31-ci sualda cavab oldu B variantı. İndi keçirik 32-ci suala. Deyir ki, 32-ci sualda görək nə deyir. Deyir, web səhifəyə əlavə olunmuş flower.jpg adlı qrafik failin ölçülərinin hündürlüyünün 300 piksel və eninin 750 piksel ölçüdə olması üçün hansı tek yazılmalıdır? İMG seyirci olmalıdır. Burada bu getdi. Burada İMG-si yoxdur, getdi. İMG seyirci deyil. Burada nədir belə? İMG hərflə verilmir, bu da getdi. Belə düzgün cavab belə nə qaldı? C variantı olmuş oldu. 32-də cavabımız C variantı. 33-ə keçək. Maşallah olsun. Sualın uzunluğuna baxayım. Nə deyir burada? Deyir ki, yanlış mülahizəni müəyyən eləyək. Görək yanlışımız hardadır. Baxaq görək. Baxaq, bax, bu birinci sətir. Bu birinci sətir, bax, birinci sətir. Bu ikinci sətir, bax, tek burada açılıb, burada bağlanıb. Sonra tek burada, tek burada açılıb, burada da bağlanıb. Əks siləşlə bağlandığı bilinir də. Bu da üçüncü sətirdir. Deyir ki, cədvəlin dördüncü sətir. Dördüncü sətiri də budur. Bu da dördüncü sətir. Deyir, cədvəlin dördüncü sətir, birinci sütun elementi qırmızıdır. Yanlışı məndən soruşur. Dördüncü sətir budur. Birinci sütun elementi də budur. C++. Bax, burada red. Red nə deməkdir? Qırmızıdır. Bəli, doğrudur. Bu doğrudur. İkinci B variantında cədvəlin üçüncü sətri, bax, buradan söhbət gedir. Deyir, üçüncü sətir, ikinci sütun elementi də bax, budur. İkinci sütun elementi qırmızıdır. Qırmızı deyil, amma qırmızı deyil, xeyr. Amma qalın yazılıbdır. Ona görə də cavab B-dir, səhvdir. Qırmızı deyil axı. Məndən də səhvi soruşurdu zaten. Baxın, bəli, səhvi soruşur. Məndən yanlışı soruşurdu, o da B variantıdır. 33-də cavabımız nə oldu? B variantı olmuş oldu. İndi 34-cü suala keçid alırıq. Görək 34-də nə deyir?
Deyir ki, web səhifədə əks olunacaq cədvəlin neçənci sətr, proqram adı qırmızı rəngdə, yaradıcısı kursiv şriflə yazılmışdır. Proqramın adı var, bir də yaradıcısı var. Bax, sətrim budur, birinci sətr. Bu mənim ikinci sətrimdir. Bu mənim üçüncü sətrimdir. Bu da mənim dördüncü sətrimdir. Deyir, neçənci sətrində proqramın adı qırmızıdır, qırmızı rəngdədir, yaradıcısı da kursiv şriflə verilib. Baxın, proqramın adı birinci sütundur. Birinci sütun qırmızı olmalıdır. Qırmızı olan, demək, burada heç proqramın qırmızı olduğunu verilməyib. Birinci sətirdə proqramın adı verilib. Proqramın adı demək qırmızı rəngdə olmalıdır. Burada heç qırmızı rəngindən söhbət getməyib. Python verib, rəngdən danışmayıb. 2-də verməyib. 3-də də center. Amma Java-dır, amma burada centerdə yazılıb, amma belə nə rəngdə olduğunu verməyib. Amma 4-cü sətirdə C++-dan söhbət gedir proqram olaraq. Qırmızı rəngdə verib, baxın. Və eyni zamanda yaradıcısı ikinci sətrin, ikinci sütununda da kursiv şriflə verilib. Baxın, kursiv şriflə verilib. Bu hansı sətirdədir? 4-cü sətirdə baş verilib. Ona görə də demək 34-cü sualda cavabımız A variantıdır. 35-ci suala keçid alırıq. Deyir ki, demək 35-ci sualda. Deyir ki, kodun icrasından sonra alınacaq cədvəl haqqında yanlış fikirləri müəyyən edin. Tr burada açıldı, burada bağlandı. Tr də burada açıldı, burada bağlandı. 35. Görək neçədən sətirdir? Neçə sütundur? 1, 2, 3. Aha. Demək, baxıram. Deyir ki, burada cədvəlin 2 sətir, 3 sütunu var. Baxaq, 2 dənə sətri var. 3 dənə də sütunu var. Doğru deyir, bu doğrudur. Məndən nə istəyir? Məndən istəyir burada yanlışı. İndi sonra 2-yə baxıram. Demək, 2-də nə deyir? Cədvəlin ikinci sətir, üçüncü sütun elementi kursiv şriflə yazılıb. İkinci sətir, üçüncü sütun. İkinci sətir, üçüncü sütun kursivlə yazılmayıb axı. Hədə kursivlə yazılıb. Bu doğrudur. İkinci sətir, üçüncü sütun elementi 11-dir. 11-də italikdə kursiv yazılıb. Bu doğrudur. Sonra C-də deyir ki, cədvəlin ikinci sətir, birinci sütun elementi qalın şriflə yazılıb. İkinci sətri demək budur. Birinci sütun elementi də qalın yazılmayıb. Xətayı elə adi yazılıb. Qalın yazılmayıb, xətayı adi yazılıb. Ona görə C variantıdır. Məndən yanlış istəyirdi. Keçirəm 36-cı suala. 36-cı sualda deyir ki, HTML kodu əsasən web səhifədə əks olunacaq cədvəl haqqında doğru fikirləri müəyyən eləyin. Baxaq, tr. Bax, burada açılıb, burada bağlanıb bir dənəsi. Birinci sətir. Tr burada açılıb, burada bağlanıb. Bu da ikinci sətirdir. Tr burada açılıb, burada bağlanıb. Bu da üçüncü sətirdir. Üçüncü sətir. Aha. Neçə dənə sütundur? 1, 2, bu da 3 dənə də sütundur. Aha. İndi görək, burada nəyi soruşur bizdən? Bizdən doğru fikirləri soruşur. Baxaq görək, 36-cı sualda doğru fikirlərimiz hansılardır? Baxaq. Cədvəl 3 sətir, 3 sütundan ibarətdir. Bəli, doğru deyil. 3 dənə sətrin var, 3 dənə sütunun var. Bu doğrudur. Cədvəl 2 sətir, 2 sütundan ibarətdir. Xeyr. Cədvəlin ikinci sətir, birinci sütunda Bakı yerləşib. İkinci sətir, birinci sütunda Bakı yerləşib. Doğru deyil. Baxın, ikinci sətirdir və birinci sütundakı elementdir. Sonra cədvəlin üçüncü sətrində, baxaq. Birinci sütun elementi qalın şriflə yazılıb. Birinci sütun elementi Ankara'da qalın yazılıb. Çünki B teqlərinin ortasındadır. Bu da doğrudur. Sonra cədvəlin sərhəd xidmətlərinin qalınlığı 1 pikseldir. Sərhəd xidmətlərinin qalınlığı 3-dür. 1 deyil. Borderi burada deyil 1-dir. Xeyr. 3 ilə verilir. Cədvəlin 3-cü sətir, 3-cü sütun elementi kursivlə yazılıb. 3-cü sətir, 3-cü sütun elementi Asiyadır. O da heç neyinə yazılmayıb. Belə adi verilib. Ona görə 6 da səhvdir. Mənə doğru olan lazım idi. Doğru olan. Baxaq, doğru olan.
Bəli, doğru lazım idi. Doğru da hansı oldu? 1, 3, 4. 1, 3, 4 oldu E variantı. Ümid eləyirəm aydındır. 37-ci suala keçid alırıq. Görək 37-ci sualda cavabımız nədir? Deyir ki, web səhifəyə istinad yerləşdirmək üçün istinad göstəricisi kimi qrafik faildən istifadə olunan doğru. Web səhifəyə bax, A hərf. Demək, mən A hərf, bax, burada A-nı başlayıb, A-nı bitirməyib. Ona görə A variantı ola bilməz. A başlanılıb, A burada heç bitirilməyib. O da olmaz. A başlanılıb, A bitibdir. Doğrudur. Amma seyirci atributundan qabaq img tagi olmalıdır. O verməyibdir. Ona görə C də olmaz. A hərf olmalıdır. Burada da seyirci img taginin ortasında gəlməlidir. Bu da olmalıdır. Olmalı deyil. Amma A hərf başlayır, A ilə bitir və img seyirci. Demək, qrafik failinə istinad olub. Ona görə də cavabımız E variantıdır 37-də. İndi gəlirəm 38-ci suala. Görək 38-də nə deyir? Deyir web səhifədə. Demək, burada nə oldu? E variantıdır. Hə, bu neçənci sualda 37-dir. Bəli, 37-də E variantı. İndi 38-ə keçirik. Deyir, web səhifəyə şəkil əlavə etmək üçün HTML kodunun yazılışında istifadə olunan atributlar hansı bənddə tam verilib? Baxın, hansı atributlar var? Bax, burada demək, istifadə olunan atributlardan söhbət gedir. Baxaq, bax, seyirci atributu var. Sonra alt var. Atribut deyir. İmg özü nədir? Tagdir bu. Tagdir. Atribut deyir. Tagin içində verilənlərdir. Bax, bunlar. Alt atributdur. Width atributdur. Height atributdur. Baxın, olar B variantı. 38-də B variantı. 39-a baxıram. 39-da görək nə deyir? Deyir ki, demək, internetdə yerləşdirilmiş web səhifəyə istinad hansı bənddə doğru göstərilib? İnternetdə deyirsə, HTTP ilə olmayanların üstündən xətt çəkirəm. Bax, burada yoxdur HTTP, bunu da üstündən xətt çəkdim. Burada da yoxdur HTTP, bunu da üstündən xətt çəkdim. Burada da A-stretch nədir? Belə bir şey olar. A hərflə başlamalıdır. Seyirci img'nin içində verilməlidir. Bu da getdi. İndi baxıram. Burada nətər? Bax, ya A olmalıdır, ya da nə olmalıdır? E variantı olmalıdır. Necə müəyyən eləyirəm? Baxın, internetdə yerləşdirilmiş web səhifəyə istinad eləyirsə, onda mən proqram təminatının üzərində vuranda gəlib web səhifəyə bax, bu hissəyə keçid eləyəcək. Ona görə də E variantıdır 39-da. Sonra keçirəm 40-cı suala. Web səhifəyə şəkil əlavə etmək üçün HTML kod hansı bənddə düzgün verilib? İmg seyirci olmalıdır. Seyirci edir, bəs bunun img-si hanı? B variantı getdi. İmg tagi verilib, lap yaxşı. Bəs bunun img-si hanı? D də getdi. İmg hərflə verilə bilməz, E variantı da getdi. Düzdürmü? Mənim əlimdə qalanlardan görüm hansı daha uyğun istifadə olunub, yəni düzgün istifadə olunmuş olub. Baxıram. İmg seyirci verib, deyir ki, web səhifəyə şəkil əlavə etmək üçün, web səhifəyə şəkil əlavə etməkdən ötürü birinci img seyirci ilə başlayıbdır, web səhifəyə keçidi bu istiqamətdə birinci verilməlidir. Ondan sonra gəlməlidir məktəbim. Məktəbin üzərində vuranda keçməlidir ora. Ona görə də 40-da cavabım C variantıdır. Amma burada img seyirci ilə verilib, lap yaxşı. Amma bunu niyə burada verilib ki? Bunu yuxarıda keçid eləməlidir ki, web səhifə yuxarıda gəlməlidir. Mən şəklin üzərində vuranda gəlib məni bura atmalıdır. Ona görə də A variantı səhvdir. 40-da cavabım C variantıdır. 41-ə gəlirəm. Görək 41-də nə deyir? Deyir ki, HTML kod fraqmentinə əsasən web səhifədə əks olunacaq cədvəldə Əhmədzadə selinin balı neçənci sətr və sütunda yerləşir? Əhmədzadə selinin. Baxaq görək, Əhmədzadə selin hardadır? Bax, gəlin bir cədvəli quraq. Elə ən gözəli birinci cədvəli qurmaqdır. Demək, ter burada başlanıb, ter burada bitib. Bir dənə sətr. Ter burada başlanıb, ter burada harda bitib? Nəsə, bitirdiyin görsətməyib, amma burada nə yazmalıdır? Burada belə yazmalıydı. Slash TR. Düşməyibdir, amma belə olmalıdır. Nəsə, 2 dənə sətrim var mənim. Bax, 2 dənə sətrim var. 1
Mən bunu niyə əyri çəkdim? Qoy düz çəkim. 1. Bu da 2. 2 dənə sətrim var. Görək neçə dənə sütunum var. TH-lara baxaq. 1, 2, 3, 4, 5. Ay maşallah. 5 dənə. Demək 1, 2, 3, 4. Bax bu da 5. Aha. Birinci nədir? Ad. Sonra soyad. Sonra ata adı. Sonra sinif. Bir də bal. İndi baxıram. Ad Selin. Demək soyad Əhmədzadə. Sonra ata adı Nicat. Sonra sinif 2A. Sonra balda 90. İndi məndən nə soruşur? Mənə deyir ki, Əhmədzadə Selinin balı neçənci sətr və sütunda yerləşir? Neçənci sətirdir? Bax, bu ikinci sətirdə yerləşir. Selinin balı. Balı da neçənci sütundadır? Balı. Demək 1, 2, 3, 4, 5-ci sütunda. Demək ikinci sətir və 5-ci sütun. İkinci sətir 5-ci sütun oldu E variantı. Neçənci sual idi bu? 41-ci sualda oldu E variantı. Bəli. Gəlik 42-ci suala. 42. Görək 42-də nə deyir? Demək 42-də deyir ki, HTML kod fraqmentinə əsasən doğru fikirləri seçin. Doğru fikirləri seçəkdə görək hansıdır, nətərdir, nə yazılıb burada. Baxaq. T-lə açılıb, T-lə bitib. Bu bir dənə sətir, birinci sətir. T-lə açılıb, T-lə bitib. Bu ikinci sətir. Sonra. T-lə açılıb, T-lə bitib. Bu da üçüncü sətir. T-lə açılıb, T-lə bitib. Bu da dördüncü sətirdir. Bu belə. Sonra TH-lara baxaq. Neçə dənə sütundur? 1, 2, bax bu da 3 dənə sütun. Bu da belə. Baxaq görək indi. Nə deyir burada? Cədvəldə ümumilikdə 4 dənə sütun var. Baxım neçə dənə sütun var? TH-lar neçə dənədir? 3 dənədir. Demək bu səhv deyir burada. 1 getdi. Cədvəldə 3 dənə sətir var. Baxım görün 1, 2, 3, 4 dənə sətir var. Bu da getdi. Səhvdir. Məndən nə istəyir? Doğruları deyir. Hə, 1 ilə 2 getdi. Sonra ümumi xanaların sayı 12-dir. Baxaq görək. 4 dənə sətrim var. Sonra 3 dənə də sütunum var. Ümumilikdə nə qədərdir? 12 dənə xana var. Bu mənə neçə dənə deyir? Baxın 1. Deyir ki, ümumilikdə xanaların sayı 12-dir. Bəli, doğru deyir. Ən ucuz malın qiyməti 30 azerindir. Ən ucuz malın qiyməti. Baxaq görək. Qiymət üçüncü gələndir. Baxıram. İkinci sətirdə üçüncü gələn 30-dur. Burada 15-dir. Bu da 121-dir. Yox. Ən ucuz 15-dir. Bu səhvdir. Ən bahalı malın qiyməti 120-dir. Ən bahalı malın qiyməti. Baxaq görək. 30-dur, 15-dir. Burada da 120-dir. Hə, bu düzdür. Mənə nə deyir? Mənə doğru fikirləri soruşur. 3 ilə 5. 3 ilə 5 nədir? A variantıdır. 42-ci sualda. 42 oldu A variantı. 43-cü suala keçid alırıq. Nəhayət axırıncı sualımızdır. 43-cü sual. HTML kod fraqmentinə əsasən doğru mülahizələri müəyyən eləyin. Eləyək. Görək doğru mülahizəmiz hansılardır? Baxaq. Deyir, cədvəldə ümumilikdə 4 dənə xanadan ibarətdir. Baxaq görək, 4 dənə xanadan ibarətdir. Demək, baxaq, 4 dənə. Ter burada açılır, burada bağlanır. Ter burada açılır, burada bağlanır. 2 dənə sətir var. Birinci sətir. Bax, bu da ikinci sətir. 2 sətir var. Sütuna baxaq görək.
Demək TH1, 2. Sütunda 2-dir. Demək 2 dənə sətir var. TH-lar da 2 dənədir. 2 dənə də sütun var. 2 dəfə 2 neçə elədi? 4. 4 dənə nə var burada? Xana var. Burada nə deyirdi? Cədvəldə ümumilikdə 4 dənə xana var. Bəli, doğrudur. Nişanlanmış siyahının 2 elementi mövcuddur. Nişanlanmış nədir? Uldur. 2 elementi mövcuddur. Baxaq görək, o nömrələnmişdə 2 dənədir. Nömrələnmişdir. Bax, bu nömrələnmişdir. Nömrələnmiş. Bax, burada 2 dənə element var. Nömrələnmiş. Burada 2 dənədir. Nişanlanmış da budur. Bax, budur. Burada da bir dənə element var. Bir dənə. Demək ki, burada 2 element yoxdur. Ul nişanlanmışdır. Bu səhvdir. Nömrələnmiş siyahının elementlərindən biri qalındır. Nömrələnmiş siyahının elementləri nihatla ülkərdir. Nihat qalın yazılıb. Bax, B teqlərinin ortasındadır. Ülkər adi yazılıb. Demək, bu düzdür. Nə deyir? Nömrələnmiş siyahının elementlərindən biri qalın yazılıb. Düz deyir də qalındır. Bu doğrudur. 3 doğrudur. Cədvəlin ikinci sətr bunu deyir. İkinci sətrinin birinci sütunundakı mətn qalınla yazılıb. İkinci sətrin cədvəlin ikinci sətri budur. Bax, budur. Bax, bu hissə. Deyir, cədvəlin ikinci sətrinin birinci sütunun elementi eltacdır. Deyir, mətn qalın şifrlə yazılıb. Xeyr, M italikdir. M-in ortasında verilib. Bu səhvdir. Cədvəlin birinci sətr, aha, deyir, bax, buranı deyir. Bax, buranı. Qoy, bunu sileyim, altdakı. Aha. Bax, buranı deyir. Deyir, birinci sətrinin, birinci sütundakı mətin, ad. Ad. Deyir, mətin kursivlə yazılıb. Bəli, i'lərin ortasında verilib. İtalik, kursiv yazılıb. Bu da doğrudur. Məndən nəyə soruşur? Məndən soruşur doğru mülahizələri, doğru fikirləri. Doğru fikirlər hansılar oldu? 1, 3, 5. 1, 3, 5 oldu D variantı. Bu neçənci sual idi? 43-cü sual. 43-cü sualda da demək, nə oldu cavabımız? Oldu D variantı. Biz bununla HTML DIM 2-ci nəşrdən olan HTML testlərinin bir izahına baxdıq. Ümid eləyirəm ki, bu izahlardan hər biriniz yararlanarsınız. Dərs müddətində izah elədiyim bütün testləri sizdə sual-cavab eləmiş olacağım. Gecəniz xeyrə qalsın, sağ olun.